bayramlı her gün sizinle. Şok qalmadan maraqlı qonaqlar, her sözümüz tam səmimi olar. Dünya xəbər deyəcək öz sözü, qoşul bizə və şahid olasın. Hər eksklusiv burada səslənər, tam səmimidir bizim söhbətlər. Tam səmimi, tam səmimi söhbət edək, tam səmimi. Alqışa işləyirik də son vaxtlar. Ancaq alqışlara. Amma doğrudan da bu alqışlar da olma haradasa belə qol qanat verir. Xüsusilə bu musiqiçiləri görəndə, ümumiyyətlə mən canlı musiqiçi harada görürəmsə, əhvalın biri 10 qat qalxır. Elə bilirəm ki, onların qazandığını mən qazanmışam. Söhbət maddi qazancdan getmir, uğurlardan söhbət gedir, hörmətdən, izzətdən gedir. Hər vaxtınız xeyir olsun, əziz tamaşaçılarımız. Dünənki nəğməli dünyadan sonra keyfimiz belə saz kimidir. Sazımız var burada, yox, saz yoxdur. Həqiqətən keyfimiz saz kimidir. Bu günləri düşünürəm ki, lap belə ürəynicə olacaq. Çünki 2 saat ərzində canlı musiqi dinləmək, maraqlı söz söhbətlərə şahidlik etmək, elə sizdə, bizdə hamımızın ürəyincə olacaq. Əsas məsələ odur ki, 2 saatınızı bizimlə keçirdin. 2 saat vaxt vədənizi bizimlə qurun. İşi gücü başqa vaxt, başqa zamanda eləyə bilərsiniz. Əsas odur ki, istirahət edin. Xüsusilə bax bu havada. Bütün musiqiçi dostlarımı salamlayıram, hər birini ayrı-ayrılıqda və şübhəsiz ki, Firdovsi haqqında saatlarla danışaram, sözüm, söhbətim qutarmaz. Firdovsini o qədər çox istəyirəm, həqiqətən o qədər çox istəyirəm bu insanı. Çox belə mərifətli, qanacaqlı, istiqanlı, çox istəyirəm bu insanı. Yəni, bunun üzündə yazılıb ki, mən gözəl insanam, gözəl xarakter. Fənara, nəyə baxırsan? Mən birinci dəfədir görürəm, görən kimi bildim ki... Sən Firdovsunu görməmsən, sən onu televizora baxmırsan.
Baxıram. Bəlkə nə bilim, bir var canlı görəsən. Bir də var elə belə. Elə belə görəsən. İndi gördüm, elə görən görən kimi. Gözünü çəkmirsən Firdovsidən. Allah axırın xeyir eləsin. Mən hamıya Firdovsi baxıram. sabah. Sən hamıya baxma da. Çox sağ ol. Təşəkkür edirəm. Mənə dəyər verdiyin üçün, sənin ağzından çıxan o dəyərlər mənim üçün həqiqətən. Yəni yalandan bunu söz xatirinə söyləmirəm. Sən bilirsən ki, səni çox istəyirik. Qarşılıqlıdır, həqiqətən çox qarşılıqlıdır. Mən də sənə qarşı o boyda hörmətim var. Çox sağ ol sizə, tamaşaçıları da salamlayıram. Bütün Azərbaycanlıları, hardan baxdıqlarına fərqi yoxdur. İstər başqa dövlətlərdən baxsın, istər Azərbaycanda. Bütün Azərbaycanlı qardaşlarımızı, bacılarımızı salamlayıram. O cümlədən sənə salamlayıram. Təşəkkür edirəm. Çox sağ olun ki, belə Sən dəyər Qacar verirsiniz. niyə danışdırmır? Qacarın paxıllığına, xainlığına bax. Öz də deyir ki, Firdovsi danışanmır. Burada elə Qacar qardaşımıza salamlayıram. Baxır Allah bizə. razı Deyir olsun. Firdovsi danışanmır. Qacar. Baxsın da. Firdovsi bax gör nə tər danışır. İnşallah yəqin gəlin veriş danışdırar. Gələn verdiş və salam. Qacar oradan İnşallah. göndərirsən. Özüm aparacağım. Veriliş özün aparsan. Çox sağ ol, təşəkkür. Uşaqlarımızla tanış olaq. Buradan Deməli, Camal qardaşımız Udarnikdə. Udarnikdə Camal heç. Hardaş, orada başlayır. Rahim qardaşımız Nağarada. Nağaradadır. Nicat Müşahidddə, Sərxan qardaşımız Qarmonda. Sərxan da bizim proqramımızda olub. Bəli, bəli. Bugün də gəlib burada Hakim Laçınını müşahidə eləməyə. Fəməri, sən necəsən? Yaxşıyam, çox sağ olun. Yaxşısan? Görürsən də yaxşıyam. Elə ədalı dayanmırsan, elə dayanmırsan ki, elə bir... Mənim duruşum belədir, həmişə belə dayanıram. Doğrudan? Allah, bilmirsən güya. Aha. Mən neçə gündür yanındayam, bilmədin. Bugün nə pişirirsən, nə ilə başımızı aldadırsan? Allah eləməsin, aldatmıram. Xeyr, niyə ki aldadıram? Bugün Qərbi Azərbaycanın kömbə deyirik biz. Kömbə. Kömbə. Siz şirin çörək deyirsiniz. Şirin çörək, kömbə. Kömbə. Bu Qərbi Azərbaycan mətbəxi olacaq, Fənari xanım hazırlayacaq. Və Fənari xanım, sən bilirsən ki, sənlə bağlı bizim əməkdaşlarımıza çox zənglər gəlir. İndi Röya xanım mənə söylüyor, çox zənglər gəlir. Şükür. Gəlməlidir də. Gəlməlidir. Sən hardan bilirsən ki, o zənglər nə səmtli zənglərdir? Hər nə səmtli olsa mənə qəbuldur. Qəbuldur? Kimi yatqaz eləyərəm, kimiyə də baş üstə deyərəm. Və sən çox restoranlar var ki, dəvət eləmək istəyirlər, onlarla işbirliyinə deyirlər, bu cür bacarıqlı xanım, gəlsin, bişisin, düşüsün, yiyək bizdə. Gedərəm sizin vasitənizlə də, siz tanıyana, tanımayana getməm. Aha, biz tanıdığımız insanlarla işləyə bilərsən. Deyərəm. Az bilmirsən, sonra bir şey olanda gəl yapış mənim yaxamdan ki, sən göndərmirsən məni. Olmaz. Belə, əziz mesajlarımız 8872 SMS nömrəmizdə Azərbaycanlı arasında yaşamağınız önəmli deyil, həmişə söyləyirəm, indi də söyləyeyim. Azərsel müştəriləri bizə 8872 ilə müraciət eləsinlər, SMS-ləri yazsınlar. Amma ölkəmizin hüdudlarından kənarda yaşayan Azərbaycanlılarımız WhatsApp nömrəmiz var ki, yəni o tərəflərdən yaza bilərsiniz. Belə də ki, zəng də vura bilərsiniz. 018-648-0847 aktivdir. Mən təşəkkürlərimi edim. Daha sonra nəğməli qonağımı bura dəvət edeyim və onun haqqında bir-iki deyəcəklərim var. Onlar da yadımdan çıxmasın. Əvvəla geyimimə görə təşəkkür edəcəm. Zozan kişi geyimlərinə. Hörmətli bəylərimiz, buyurun Zozandan geyinin, Zozandan gecinin. Artıq yaz kolleksiyası Zozanda. 050-055-302-17-17 əlaqə telefonlarıdır. Buyurub əlaqə saxlaya bilərsiniz. Saç düzümümə görə xüsusi təşəkkürümü edəcəm Karizma studiyasında çalışan Miri ustamıza. Bilirsiniz, Mirimiz Masazırda Qurtuluş 93 yaşayış kompleksində Karizma studiyasında çalışır. Əlaqə telefonunu da birazdan təqdim edəcək əməkdaşlarımız. Buyurun əlaqə saxlayın. Hakim Laçınını deyəcəm, amma bir şey də deyəcəm ki, çoxdandır istəyirəm o insanı proqramımıza dəvət edeyim. Nədənsə sözümüz, söhbətimiz alınmır, elə yarı yolda qalır. Deməli, qismət bugünəymiş. Dünya TV-də çox verilişlər də olub. Ümumiyyətlə, başqa televiziyalarda, bilirsiniz, hakim bildiyimə görə hansısa bir yarışmada da iştirak edib, orada da ümumilikdə elə Azərbaycan musiqisini təbliğ edib, mən bölgələrə ayırmaq istəmirəm. Bilirəm ki, çox istedadlı ifaçıdır. Çünki Qarabağ suyu içib, Qarabağ çörəyi yiyən ifaçı pis ola bilməz ən azından. Və bu ifaçı maraqlı ifaçıdır. Haqqında da çox eşitmişəm, onun ətrafından, yaxınlarından, yaxşı deyənlər çox olub.
pis deyənlər də olub, amma yaxşı deyənlər daha çox olub ki, hakim yaxşı insandır, yaxşı oğlandır, yaxşı sənət olan insandır. Biz elə dəvət eləyək o hakim Laçınlını ilk dəfə tam səmimidə canlı ifaları ilə. Xoş gəlmişsən, hakim, mikrofon var üstünə, narahat olma. Səni hazır göndəriblər bura. Açıqdır mı? Hə, açıqdır, əlbəttə. Necəsən, nə var, nə yox? Çox sağ olun, təşəkkür edirəm, xoş gördük. Sənin bu baxımlı verilişinə, həqiqətən Respublikamızda çox efirlər var, amma sənin bu efirin, Dünya TV-də tam səmimi, demək olar ki, bütün dünyaya bir səs salmış verilişdir və reytingli verilişdir. Çünki orada tam səmimiyyət var. Yox, hamımız var orada. Bax, tam səmimiyyət var. Təbii ki, kadr arxasında əyləşən, bütün pult arxasında əyləşən bütün dostlarımızın hər birini salamlayıram. Amma o verilişi daha da baxımlı eləyən sənsən. Ona görə ki, Dünya TV deyiləndə Samir yada düşür. Niyə? Çünki Samir Bayramlı burada aparıcıların ən gözəlidir. Bəs sağ sərimdə də. Tərif deyir, bu həqiqətdir. Təşəkkür edirəm. Mən də bu günlərim Samir müəllim Firdovsi təqdim elədi. Ansamblına gəlmişəm. Bilsəndə mən Firdovsi nə qədər çox istəyirəm. Axşama doğru ansamblı. Dostluq eləyir, yoldaşlıq eləyirsənsə. Buradan çıxıb inşallah. Çörək tapacaqsən də. Mən ölüm icazə ver, bizə kəlmədə bir tam səmimilikdən bir söz deyim. Bu günlərin buradan çıxıb bir Laçın toyu var. Sevər qardaşımızın bugün toy günüdür. Atası Ədalətin, anası Sədaqətin. Bu ansambıldır? Bəli. Anası Sədaqət xanımı və nənəsi Tamila xanımın adından təbrik edirəm. Təbriklərə ansamblımız bugün orada özü təbii ki qoşulacaq. Və xalası oğlu Sərxanın da adından təbrik edirəm. Xoşbəxt olsun. Xoşbəxt olsun. Sevər səni, Allah xoşbəxt eləsin. Xeyirli, uğurlu olsun bu toyunuz. Amin, amin. Və inşallah birazdan da öz mahnılarımla. Yox, birazdan nədir? İndi başlamışıq. Başda bir gözəl ifa ilə mən gedəcəm sonra Fənarə xanımın yanına. Görün Fənarə xanım orada yenə nə aləm qarışdırıb bir-birinə. Hakim, buyur. Mikrofon varımızda. Buyur. İstəyirəm. Birazdan öz mahnılarımı oxuyacağım, amma Məhəbbət Kazımov repertuarına təbii ki, hər zaman mən müraciət eləmişəm. Onun yenə bir gözəl mahnısı var. Qalmışam yerlə göy arasında. İstəyirəm onu oxuyam. Səhv eləmirəmsə sözləri İradə xanımındır, İradə Ağası bəylənindir. Bizim çox hörmətli aktrisamız. Mən də çox bəyənirəm. Qalmışam yerlə göy arasında, sonra inşallah öz mahnımı oxuyacağam. Və arzulayaq ki, heç kim yerlə göy arasında qalmasın. Amin. Heç kim yerlə göy arasında qalmasın. Yəni, heç kim belə, belə deyim də, müəmmalı söz-söhbətlərin içində olmasın. Yəni, bunu arzulayırıq. Hakim, buyur qardaş, sənin üçün burada bir şərait yaradaq. Buyur. Gelir ayağım yerden, kalmışam yerden, göy arasından. Ellerim göygelir ayağım yerden, kalmışam yerden, göy arasından. Ayağım göğe, içim yerden, ayağım göğe, içim yerden.
Ulduzlar göz vurur beni çağırır Gitmeyi isteyirem beni saklayır Ulduzlar göz vurur beni çağırır Gitmeyi isteyirem kimse saklayır Yaş ötür önümde beni haklayır Yaş ötür önümde beni haklayır Ah kalmışam yerler göl arasında Kalmışam yerler göl arasında Ya göyde yere yer görmüzün Ya pa göylere benim özüm Yarım nese gündür yitirmişem carımı Yarım nese gündür yitirmişem carımı Tezdiyle seyyetin Ben malmaz diyarıma Başım belalı duyuyor Ölürüm bir kimse bilmeyi Başım belalı duyuyor Ölürüm bir kimse bilmeyi Bir kara gözlü elden alayım ihtiyarımı Ay başım belalıdır ölürüm bir kimse bilmeyir Bir kara gözlü elden alıp ihtiyarımı Yarım mene ölümse vefasızlık eylemez Yarım mene ölümse vefasızlık eylemez Çok sehriş imtihane benim bir itibarımı yaman aman aman Ay aman ey ellerin erime dokunmayınsan Ellerin telime karışmayınsan Sevgilim boynuma sarılmayınsan Ben senin yolunu özleyeceğim Ellerin erime dokunmayınsan Ellerin telime karışmayınsan Sevgilim boynuma sarılmayınsan Ben senin yolunu özleyeceğim Özleyeceğim
olsa da qəhər Mən sənin yolunu gözləyəcəyəm Gülüm darılsam da olsa da qəhər Mən sənin yolunu gözləyəcəyəm Gözləyəcəyəm, gözləyəcəyəm Mən sənin yolunu gözləyəcəyəm Gözləyəcəyəm, gözləyəcəyəm Mən sənin yolunu gözləyəcəyəm Haraya gedirəm gözlərimdə sən Eynən qəlbimdə sözlərimdə Səni illər boyu gözlərsən də sən Mən səni yolunu gözləyəcəyəm Haraya gedirəm gözlərimdə sən Eynən qəlbimdə sözlərimdə sən Məni illər boyu gözlərsən də sən Mən səni yolunu gözləyəcəyəm Gözləyəcəyəm, gözləyəcəyəm Mən sənin yolunu gözləyəcəyəm Gözləyəcəyəm, gözləyəcəyəm Mən sənin yolunu gözləyəcəyəm Gözləyəcəyəm, gözləyəcəyəm Mən sənin yolunu gözləyəcəyəm Gözləyəcəyəm, gözləyəcəyəm Mən sizin yolunuzu gözləyəcəyəm Teşekkür Hakim, çok sağ ol. Buyur əyləş, zəhmət olmasa Hakim Laçınlı ansamblı ilə bugün tam səmimidədir əziz tamaşaçılarımız. SMS-lərinizi göndərmək istəyirsinizsə, əlbəttə ki, SMS nömrələrimizi bilirsiniz. Bax, bu nömrələrlə əlaqə saxlaya bilərsiniz bizdən. Belə də ki, canlı efirimiz davam edir, siz bizə zəngdə vura bilərsiniz. Nə hazırlayırıq burada Fənarə xanım? Kömbə. Burada kömbə, Qərbi Azərbaycanın kömbəsini. Yağ, Aha. un, yumurta, Yağ, un, yumurta, sonra pesoq, şəkər, süt. Nə çox ərzaq petrol. qatmışsan içinə. Yağ, un, şəkər, Pesoq, yumurta, sonra süt, süt, maya. maya. Xəmir yoğurmusan, Bəli. adi bildiyimiz xəmir. Bəli. Soyuducuda saxlamısan Yox, yoxsa? yox, yox, elə yoğurmuşam, qalıb, gəlib, gətirmişəm. Ha, gəlməlidir o xəmir. Gəlməlidir. Sonra da üstünü bəzəyəcəm, yumurtalayacam, sonra da vilxana bəzəyəcəm. Aha, bunu deməli çörək kimi eləyirsən də, belə Şirin, başa düşdük. Şirin, şirin çörək. Çörək kimi eləyirsən, bunu belə başa düşdüm. Balaca-balaca eləmək olar, amma bunu bu qaydada. Yox, yox, belə, bu belə olur. Balaca eləmək olur. Məsələn, mən yemişdim balaca və uşaq vaxtı, nənəm təndirdə pişirdi. Təndirdə də pişirdi, bir də ocaqda altına belə padnus qoyurduq, üstünə də sazı çevirirdik, sazın üstünə də köz. O ancaq közdə pişirdi, hə, təndirdə də pişir. Biz kürə deyirik, siz yerdən təndir, orada da pişir. Təndirdə də çox ləzzətli olur. Əziz tamaşaçılarımız, belə deyirik. Belə deyək də, yəni hazırlamaq istəyirsinizsə, Fənarə xanım tərifini söylədi. Bax, bu qaydada hazırlayın. Mən Hakim Laçınlıdan bilirsiniz ki, bugün bolluca ifalar olacaq sizin üçün. Çünki xüsusi hazırlaşıblar, gəliblər. Öz musiqiçi, belə deyək, öz ansamblı ilə. Düzdür, bu ansambla qacarımız da işləyir. Amma Hakim də bu ansamblla çalışır. Əsas odur ki, Allah ruzilərin versin. Yəni, ən əsası odur. Musiqiçinin, müğənninin ki, ruzisi varsa fərqi yoxdur. Ondan işlədi, bundan işlədi. Əsas odur ki, həm də yaxşı musiqiçi olsun da. Yəni, yaxşı musiqiçi olanda o heç vaxt düşünürəm ki, çörəksiz qalmır. Telefon nömrələrini də verim sizə, yazın. Bilirsiniz də, verilişimizin şərti, ayrı seçkilik salmaq istəmirəm. 050 ilə 429-63-62-dir. Bax, bu ansamblımızın əlaqə telefonu 050 ilə 429-63-62. Instagramda hal-hazırda onlaynıq, əziz tamaşaçılarımız. Oradan bizə şərhlərinizi yaza bilərsiniz. Instagramda Samir Tam Səmimi yazırsınız. Oradan fikirlərinizi bizə
açıq, aydın yazın, göndərin. Ansamblımızla bağlı suallarınız varsa böyük məmnuniyyətlə eşidirik. Fənara, burada sənlik Yandırdı. peçimizi yandırmalıyıq. Neçə dərəcədə qoyuruq? 150-yə qoy. Tamam. Deməli, 150 dərəcədə elə 150-dədir. Ya da isinsin, sonra qoyacaq. Özün qoyacaq. Tamam. Deməli, biz telefon bağlantısı yaradıb əməkdaşlarımız Füzuli rayonundan Səringül xanım telefon xəttindədir. Alo. 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 Hər vaxtınız xeyir olsun Səringül xanım. Alo. Bəli, eşidirəm sizi. Buyurun, danışın. Alo. Sabahınız xeyir Samir müəllim. Sabahınız xeyir olsun Səringül xanım. Necəsiniz? Nə var, nə yox? Sabahınız xeyir. Sabahınız xeyir. Sizi salamlayıram. Sizin sabahınız xeyir olsun. Sənin bu Dünya TV kanalına çox təşəkkür edirəm. Axşamki bu Nofəlin çalğısı, İntiqamın çalğısı, sazı. İbadətin. O bizi fərəhləndirir, ruhlandırır. Aha. Onların o oxumağındansa, o fonoqrama oxumaqdansa, o Nofəlin o çalğısı 1000 dənə muğama dəyər. Aha. Səringül xanım. 1000 dənə muğama dəyər. Hə, yəni xanım demək istəyir ki, fonoqramalar olmasın, canlı musiqilər olsun. Biz də bunu istəyirik. Baxın, bugün burada da canlı ansamblımız var. İstəyirik sizə canlı Hakim Laçınlı öz ansamblı ilə gözəl nəğmələr təqdim eləsin. Görürsünüz, burada da fonoqram yoxdur. Bax, onları salamlayıram. İntiqam müəllimi də salamlayıram. Habil müəllimi də salamlayıram. Füzulinin harasında? Valla, axşamki o konsertim var, muğamın var idi. Bilmə, bugün ancaq siz söhbət axşamki nə olacaq? Onlar nəyə desən dəyərdir. Tamam, təşəkkür edirəm. Füzulinin harasından zəng vurmuşsunuz? Allah o Nofəlin barmaqlarını o kitaradan əksik eləməsin. Amin. Füzulinin harasından zəng vurmuşsunuz? Füzulinin Zobucuq qəsəbəsindən. Nə qəsəbəsindən? Zobucuq qəsəbəsindən, hə, bildim. Təşəkkür edirik sizə, Səməngül xanım, çox sağ olun. Reklamlarımızın vaxtıdır, hakimlə biraz söz-söhbətim olacaq. Amma reklamlara ayrılmadan öncə istəyirəm ki, bax, bu sponsorumuz haqqında məlumat verim tamaşaçılarımıza. Əziz tamaşaçılarımız, bilirsiniz, bax, bu Silk Plaster maye divar kağızları ki var, bütün satış nöqtələrində var. Sadəcə siz, bax, bu Silk Plaster maye divar aboylarını əldə etmək istəyirsinizsə, orijinalını alın. Bax, bizim studiyamızın divarları məhz bu aboylardandır. Bu kağız deməyim də, bunlar parçadırlar. Mətbəximizdən bariz görsənir, baxın. Bax, bu vilur təmiz ipək liflərindən və ağac qırıntısının tərkibindən ibarətdir. Yəni, tərkibində ağac qırıntısı, bir də, bax, burada görürsünüz özünüz ki, burada ipək qırıntıları var. İpək qırıntıları var. Kley də içindədir. Sadəcə, bax, bunu xüsusi texnologiya ilə açırsınız, tökürsünüz bir qabın içinə, indi bunu ustalar daha yaxşı bilir. 6 litr su ilə qarışdırırsınız, 8 saat qaldıqdan sonra qəşəng divara yaxırsınız. Telefon nömrələrini röyə, zəhmət olmasa bunların telefon nömrələrində efirə təqdim elə. Bizdə var idi telefon nömrələri. Demək, qiyməti də çox ucuzdur. Firdovsi, nəmişliyi içəri buraxmır. Almısan? Deməli, nəmişliyi içəri buraxmır. Bayırdakı nəmişlik, həyət evlərində elə, bizdə məsəl üçün həyət evində hər il bağa köçəndə mən oranın aboylarını dəyişirəm. Baxıram ki, bütün ləkə-ləkə olub, nəmişlikdən belə, adam yaşamır axı içində. Bu, yəni, bütün insanlarda belədir, qışda bina evlərində, yayda həyət evlərində. Amma bax, bunlarda o nəmişlik söhbəti yoxdur. Qaralsın, göyərsin divarın küncləri, vurulması da çox asandır, qiyməti də çox münasibdir, hər yerdən də ala bilərsiniz. Ən əsası çöldəki səsi içəri, içəridəki səsi çölə ötürmür, içəri ötürmür və çox da davamlıdır.
təsəvvür edin ki, hakim, məsəl üçün divarda bir damcı nəsə olsa, bunda cırılmaq söhbəti yoxdur. Qıraqların belə istadırsan, belə-belə əlinlə eləyirsən, həmən yer tamamlanır, bərpa olur. Day söküm, təzədən aboyluyum, üstün yu, təmizlə, yəni qopmaq, dağılmaq, ondan cırılmaq belə bir məsələ silik plastik, maye divar aboylarında yoxdur. Həyat evində yaşayıram, aboylar ücret xarab olur. Neçə vaxtı, üzr istəyirəm, həyat yoldaşım həqiqətən bu reklam xətrinə deyil, ha, tövbə. Deyir ki, hakim, o Samir müəllim reklam elədiyi, ondan almaq lazımdır. Dedim ki, efirə çıxanda onunla qaydaları, şərtlərini öyrənəcəm. Qaydalar çox asandır, həmişə soruşurlar. Mütləq şəkildə mən həqiqətən ev nəmişdiksə ki, aboylar ücret xarab olur. Həyət evidir. Həyət evidir. Baxın da divarlarımıza. Baxın. Mütləq şəkildə hər rəngi almalıyam. Tərkibində, yəni hər rəngi var bunun. Bax, hakim, bax, bizim divarlarımız bariz nümunədir. Biz studiyamızı məhz bu maye divar, yəni bu kağız deyil də, bu parçadır. Bax, özün görürsən, qardaş. Görürsən, bax, bu qaydada. Növbəti reklamda bunu açacam bilin. Tamaşaçılarımıza lap göstərim ki, bu görsünlər ki, bu doğrudan da ipək liflər... Əlimi vurdum, burada baxdım, elə parça kimi möhkəm. Yəni parçadır. Burada kağızdan söhbət gedə bilməz. Alın, istifadə edin, əlaqə telefonlarında görürsünüz və bir kampaniya olacaq bu yaxın günlərdə, deyəsən növbəti həftədə danışmaq istəmirəm. Artıq hər kəs ala biləcək. Və çox suallar var ki, bu neçə kvadrata gedir? Bax, bu paketdəki 4-5 kvadratı əhatə eləyir. Bir dənə bax bu. Yaxşıdır. Qiyməti də ki, çox ucuzdur. Məsələn, bir belə paket neçə əmələ gəlir? 7 manatdan başlayır, 13 manat, 13, 50 manata qədər var. Yəni, keyfiyyətinə görə qiymətlər dəyişir və çox da gözəldir. Yəni, gözəl bir şeydir, əla bir şeydir. Nə yalan deyim, bax, 7 manatlığı o qədər gözəldir ki, mən həyət evimizi elə ondan eləyəcəm. Durum yanından deyim, 50 manatlıqdan eləyəcəm. Mütləq şəkildə evin o bəzi yerləri var ki, təmirə keçməlidir. Vurulmağı da ki, çox asan və rahat. Reklamlarımıza ayrılırıq, reklamlardan sonra davam eləyəcək əziz tamaşaçılar, bizdən ayrılmayın. Son dövrlərin ən maraqlı interyer elementi olan Silk Plaster maya aboy... Davam edirik əziz tamaşaçılarımız. Fəməri xanım, peçimiz qızdı. Qoy qızsın hələ. Bax da. Aha. Peçimiz qızır. Peç amma biraz deyəsən tez yandırtdırdın, Yox. Hakim, yemisən belə kömbə? Əyləş, rahat əyləş, hakim. Yemisən belə kömbə? Valla bizim Qarabağ zonasında Samir müəllim elə bişirirlər. Bəlkə də bizdə adı dəyişikdir onun. Təndirdə pişirməyib heç anam? Yox. Şirin çörək. Şirin çörəklər bişirib şirin çörəklər. Amma peçdə bişirir. Hə. Firdovsi yiyər, baxma. Mikrofonu ver, görün Firdovsiyə. Hakim, mikrofonu ver. Firdovsi, hansı bölgədənsən? Mən Tərtərdənəm. Tərtərdən? Tərtərdən. Bizdə də o elə şeylərə rəhmətə anam təndirdə pişirdi, ancaq fətir də deyirdik onun. Fətir deyirdik. Fətir başqadır, bu şirin çörəkdir də bizim bildiyimiz, hə? Kömbələr. Elə olur təndirdə. İnşallah dadına baxar gündüzlər. Təndirdə. Kim qərb Azərbaycanlıların qonağı olub, onlar bilir. Bilir? Qonaq olmayan bilməz. Qonaq olan, hə də. Qərb Azərbaycan, məsələn, mənim evimə kim qonaq gəlibsə, o bilər bunu. Yiyib bilər. İndi siz də yiyib bilərsiniz. Yox, bu Qarabağda da bişir. Mən təndirdə mən görmüşəm. Təndirdə. Vallahi uşaqlıqda indi nə yalan deyim ki, bu tək Qərbi Azərbaycan mətbəxidir, yox. Qarabağda da bunu təndirdə mən görmüşəm. Sapsarı kənd yumurtası ilə, hamısı əlivin altındadır da orada, yumurta orada. Bəzən rayona gedəndə, bizim rayondan qonaqlar zatar bura gələndə, qohum əqraba, evdəkilər bişirirlər, yeyirlər, deyirəm, hamısı sizdədir, özdə havayı. Yumurta sizdə, süt sizdə, qatıq sizdə, qaymaq sizdə. Burada hamısını pulla alıq, orada hamısı havayıdır, un sizdə və bişirin tökün oraya yiyin. Baxmırlar da xəsis olurlar, heç pişimirlər kətdə qalanlar. Pişimirlər? Yox. Hakimlə bağlı zəngimiz var, Ağcabəd rayonundan zəngimiz var. Alo. Alo.
Samir Bey, salam. Salam. Alo. Bəli, eşidirəm sizi. Buyurun xanım, kimdən danışırıq? Mən Ağdabad rayonuna zəng eləmişəm. Düz eləmişsiniz. Ağdabad rayonlu Kütlər kəndindən. Sizi salamlayıram. Çox sağ olun, çox sağ olun. Hakim Bey'i də salamlayıram. Oradakı canlı muzikatları da salamlayıram. Çox sağ olun. Kimdən danışırıq? Hakim Bey'dən imkan varsa bir dənə Laçının manisi xahiş edirəm. Yaxşı. Nə olur, niyə gülürsən? Təşəkkür ederim. Kimdən danışırıq? Adınızı demədiniz. Mənim adım Zəkidir, Zəki. Zəki? Siz Allah üzrlə hesab edeyim. Rejissorlarımız məndir ki, telefon xəttində gözləyir, ona görə biraz yanlışlıq oldu. Təşəkkür edirəm sizə. Çox sağ olun. Çox sağ olun. Fənarə, nə olub? Qəşş elədin, getdin. Xanım, biz o da kişi çıxdı. Nə olsun? Dedim də gərək onun şiirdəsən. Ölürsən, söz bassan ki, özün kimisi yoxdur. Belə eləyirik. Hakim Laçınlı, İlahə Aslanova, bizim müğənnimiz İlahə xanım Aslanova. Yoldaşım, yarış, ailəsi bir verilişdə bir yerdə yarışmada olmuşuq. Qardaş kanallarımızın birində siz layihədə olmuşsunuz. Və birinizə qarşı böyük hörmətimiz var o xanımdan. Təşəkkür edirəm. Baxır, izləyir səni. Deyir ki, hakim yaxşı dostdur. Salamlayıram mən də onu. Gözəl oxuyandır, gözəl müğənnidir və gözəl dostdur. İlahə xanıma da uğurlar. Yelovu gözləyirik. İlahə darıxmışıq. Nadir darıxıb sənin üçün. Operatorumuz. Və Hakim Laçınlı ilə əlaqə saxlamaq istəyənlər 050-429-63-62 nömrəsini yazsınlar. 050 ilə 429-63-62. Bərdədən bir zəngimiz də var. Onu qəbul eləyək. Danışa bilir. Sonra İrkutskdan zəngimiz var idi. Laçınlılar zəng vururlar. Sonra hansı qəsəbədən? Taxta Körpü. Taxta Körpüdən. Bu haradadır? Ağcabəddə. Məskunlaşdığı məskunlaşdığı böyük bir qəsəbə var. Sanırım, üzr istəyən bir dənə mən söz deyim. İnşallah mənim belə bir layihə və danışmışam və inşallah Taxta Körpüdə məni bütün laçınlarımız gözləsin. Mən xeyriyyə konserti ilə öz ansamblımla gələcəm ora. Ancaq xeyriyyə konserti, pullu olmayacaq. Hər birini öpüb bağrıma basıram. Tək Laçın yox, bütün Qarabağ bölgəsini ora dəvət edirəm. Ayın tarixi inşallah hansısa bir efirdə də o reklamları gedəcək, hansı günə düşməsi. Ancaq öz evlilərin üçün xeyriyyə konserti, sırf xeyriyyə və ora başqa müğənnilər də dəvət edəcəm inşallah və bütün bizi izləyən digər xarici ölkələrdəki bütün Azərbaycanlarımızın hər birini öpüb bağrıma basıram və salamlayıram. Təşəkkür. Biləsən ki, bölgələrimizin çoxundan zənglər var və hakim, həqiqətən sənə və Firdovsi sənə bir xanım var, sənlə bağlı zəng vurub. Xeyrədir yoxsa ziyanımızadır? Xeyrədir, ziyanadır bilmirəm. Danışmaq istəyirsən? Olar, buyursun. Sonra deməyəsən ki, Samir, niyə efirə qoşdun? Samirim, belə problemim yoxdur, heç bir... Heç kimlə problemin yoxdur? Xeyr, yoxdur. Yəni dəqiq olsun amma. Xeyr, yoxdur. Amma deyəsən bir nəfərlə var? Yox. Hər birinin hörmətim var. Yox, hörmətim var. Heç kimlə... Yox, problemim yoxdur. Heç kimlə xətirlə dəymərəm. Firdovsi biləli ondan. Mən də yenə problemim adam deyil. Deyil? Mən də yenə problemim deyil. Danışaq, alo. 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 Hər vaxtınız xeyr olsun. Alo. Bəli, eşidirəm. Hər vaxtınız xeyr olsun. Kimdir bu? Bir dəqiqə. Hakim, nədən qorxdun belə? Bir dəqiqə saxlayın. Hakim, nədən qorxdun? Rəngin qaçdı. Yox, əslində qorxulu heç nəyim yoxdur. Hər kəs məni tanıyanlar 20 ildir sənətdəyəm. Bir dəqiqə. Mənim sənət yoldaşlarım olar. Danışaq. Danışın. Deməli, neçə il bundan qabaq hakimlə tanış olmuşsunuz? Ürəyimi özdə. Danışaq? Sən də denəsən. Mən xətrivi də oradan çox istəyirəm. Arada Firdovsin də. Həmişə də istəyəcəm, həmişə də hörmətini saxlayacam.
Düzdür, tanımırsın indi səsimdən, amma ki, desəm, biləcəksəniz. Buyur, de. Səsindən tanımadın, hakim. Anlaştıra bilmədim. Səncə, hakim, səncə kim olar? Həyəcandan hakim burada yoxdur, artıq təcili yardım. Mənim sənət dostlarım ola bilər. Kim ola bilər? Kimdir sənin sənət dostların? Məsələn, bayaq İlahə xanım yazmışdı. İlahə xanım ola bilər. Sonra? Can, çox sağ ol, hakim. Can, İlahə, necəsən İlahə, nə var, nə yox? İlahə, evdə az qalmışdı, boşanmaq. Mən sən gördüm doğruda. İlahə, necəsən, nə var, nə yox? Mən sən doğrudan xəsirbi çox istəyirəm. Sən yaxşı dostsan. Sən yaxşı müğənnisən. Sağ ol, təşəkkür Sənlə edirəm. neçə dəfələr toya düşmüşük. Təşəkkür edirəm. Sən də gözəl müğənnisən. Sən öz sözünü demirsən. Düzdür, baxıram. Burada da öz sözünü deyir. Yarışmada sözün deyib, burada da sözün desin. İlahə, öpürəm səni. Gözəl müğənnimiz İlahə xanım Aslanovadır. Çox istedadlı bir qızdır. Can, çox sağ olun. Şad oldum. Yaxşı da dostdur İlahə. Yəni bunu tamaşaçılara deyim, bilsinlər. Gözəl insandır, gözəl də dostdur. Bir söz deyim ki, həqiqətən toyda... Samir, sənsiz oranın bir gün olmasın. Amin. Təşəkkür İlahə, çox sağ ol əzizim. Və toyda da, İlahəni reklam eləmirəm, toyda məndən bir neçə dəfə olub, çox cəngavər bir insan. Meydancıl deyildir. Çox meydancıl. Axşam bir yerdəydik elə. İlahə xanımdan bir məclisdəydik. Orada da gördüm və orada da o insanların ona çox ziyalı, gözəl bir məclisdəydik. Orada da gördüm ki, dedilər ki, bu qız gələndən hələ oturmayıb. Valla mən 9-da çıxdım, getdim. Dedilər, bu qız gələndən oturmayıb da. Firdovsiyə, belə eləyək. Deyirəm, Firdovsi belə var da. Mehriban, səmimi, yaxşı insandır. Adam Firdovsinin yanında olanda ürəklənir. Hakim, nömrəni deyim, ondan sonra ifa təqdim edəyək. Elə bir gün bura istirahətə gəlmişsən. Deməli, əziz tamaşaçılarımız, nömrəni deyirəm. Hakim Laçınlı ilə ailə qurmaq, əlaqə saxlamaq istəyənlər 050 ilə 429 63 62 nömrəsinə yıxsınlar. Buyur, özünü görsən. Samir müəllim. Bağman Kərim bəyli var. Başqa, hə, var. Sizin yeriniz. Başqa repertuara hazırlamışdım, amma Facebookda bir canlı yayım elədim. Bir neçə insanlar məndən Laçınım istədi. Allah məhəbbətə rəhmət eləsin. Onun kimi mən oxuya bilmərəm. Amma mənim də repertuarımda Mikailin verilişində, Aynesdə yarışmada çox oxumuşam bunu. Biraz özümə məxsus oxumuşam. Biz o ola bilmərik. Oxu görək də çox. Oxuyaq inşallah. Tamam, buyur. Sən narahat olma, indi sənin üçün bir pidra gətirəcəklər. Hakim Laçınlı gözəl ifaları ilə buradadır. Buyur. Nesə yazdır, nesə yazdı yar düşmür yolum. Yəqin dağlar küsüb məndən, küsüb məndən. Gedim öpüyəm qurban olum. Gedim öpüm qurban olum. Yəqin dağlar küsüb məndən, küsüb məndən. Dağlar dağımdır, qəm ortağımdım. Dindirmə qalaqlaram, qalaqlaram. Yaman, yaman sanımdı. Dağlarda qarəti var. Dağlarda ay Firdovsi qarəti var. Ölsəm sinəm yumayın ay eller.
Laçınım benim Kartalım köylerinde olsun ben İnan olur torpağımda sürünen Yanmış olur düzlerine silerine Yakıp yandıranım Laçınım benim Laçınım, laçınım, laçınım benim Laçınım, laçınım, özelim benim Laçınım, laçınım, torpağım benim Laçınım, laçınım, vətənim benim Ayağımın çəkilmiş torba bezlətim Uzadan sərin suyayla bezlətim Ayağımın Ayağımın çəkilmiş torba bezlətim Uzadan sərin suyayla bezlətim Ağlayan, sallayan həkəri həsrətim Həsrətim, kədərim, laçınım benim Ağlayan, sallayan həkəri həsrətim Həsrətim, kədərim, laçınım benim Laçınım, laçınım, vətənim benim Laçınım, laçınım, özelim benim Laçınım, laçınım, torpağım benim Laçınım, laçınım, vətənim benim Allah'ım sınavsa mesele daha Yürek düzmeyir kulağaya Özüm gedemesem sesim dallara Həsrətim, kədərim, laçınım benim Allah'ım sınavsa mesele daha Yürek düzmeyir kulağaya Özüm gedemesem sesim dallara Həsrətim, kədərim, laçınım benim Laçınım, laçınım, laçınım benim Laçınım, laçınım, vətənim benim Laçınım, laçınım, özelim benim Laçınım, laçınım, vətənim benim Ayağımın çəkilmiş torba bezlətim Uzanıb sərin suyayla həsrətim Allah'ım sınavsa ya bəsəylə daha Ürək dözməyir buna yaha Özüm gedəməsəm səsim dağlarım Həsrətim, kədərim, laçınım benim Əzizim, yayıma Teşekkürler hakim, teşekkürler. Hakim Laçınlı qonağımız da əziz tamaşaçılarımız maşallah. Ansambl burada, bədii rəhbər Firdovsi qardaşımız. Ansambulda gərək bədii rəhbərin üzündə bir şirinlik ola.
Hə, hakim. Firdovsi, Samir müəllim, həm şirinliyi olar, həm də musiqi elə bir şeydir ki, oxumaqla çalmaq türkün məsələdir. Yəni, bu vəhdət təşkil eləməlidir və 50-nin 50-yə olmalıdır. Musiqi yaxşı olanda adam da yaxşı oxuyur. Düzdür, günorta saatlarında canlı oxumaq çox çətindir. Çox çətindir. Bir neçə mahnım var, mən istəmədim fonoqramı oxuyan və tamaşasını mən anlatmaq fikrində deyiləm. Tamaşası canlı ifada qüsur olanda da bağışlaya bilir. Bəli. Baxaq, biz Instagramda hal-hazırda onlaynıq, tamaşaçılarımız oradan yazırlar. Leyla Mahmudova yazır, göndərir. Super veriliş aparırsınız Samir bəy, halaldı İstanbuldan.